Bakı şəhəri Yasamal rayonu Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanında yerləşən Kəpəz MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının damında aparılan işlərlə bağlı aprelin 1-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib. Nəticədə razılaşdırılmamış tikinti işlərinin aparıldığı müəyyən edilib. Bu barədə Reallıq TV komitəyə istinadən xəbər verir. Aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün baş idarə tərəfindən dayandırılıb və akt tərtib edilib. Eyni zamanda şəhərsalma nəzarəti çərçivəsində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edilib, məlumatda bildirilir. Qeyd edək ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin baxışı vətəndaşların şikayəti əsasında aparılır. Şikayətçilərin sözlərinə görə binanın damında əlavə mərtəbə tikmək məqsədi ilə söküntü işləri aparılır. Şəhərin mərkəzində insanların həyatını təhlükəyə ataraq binaya əlavə mərtəbə artırmaq tamamilə qanunsuzdur. Çünki binaların damları yaşayış üçün nəzərdə tutulmayıb. Lakin MTK rəhbərliyi yaşayış sahəsi yaratmaq məqsədi ilə binanın damını tamamilə sökür. Gələcəkdə bu mənzilləri alan vətəndaşlar ciddi risklə üzləşəcəklər. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da tədbir görülmür, deyə şikayətçilər bildiriblər.